Avtomobiliniz qaz versəniz də gec sürətlənir, pedalı basırsınız, amma maşın sanki ağır gedir. Bu problem çox sürücünün başına gəlir və səbəbi təkcə mühərrik olmaya bilər. Bu videoda avtomobilin gec sürətlənməsinə səbəb olan 7 əsas problemi izah edəcəyik. Əgər sizdə də belə problem varsa, bu video sizin üçün faydalı olacaq. İlk növbədə hava filtrinin çirkli olması. Mühərrikin normal işləməsi üçün hava lazımdır. Əgər hava filtri çirklidirsə, mühərrik kifayət qədər hava ala bilmir və nəticədə yanma prosesi zəifləyir. Bu isə avtomobilin gücünü azaldır və sürətlənmə gecikir. Hava filtrinin dəyişdirilməsi isə ən ucuz və ən asan həll yollarından biridir. İkinci səbəb isə yanacaq sistemində problem. Yanacaq nasosu, injektorlar və yanacaq filtri problemlidirsə, mühərriki lazımı qədər benzin və dizel çatmır. Bu halda avtomobil qaz versəniz də istədiyiniz sürətlə sürətlənmir. Xüsusilə köhnə avtomobillərdə bu problem çox rast gəlinir. Zəif və ya köhnə şamlar. Benzin mühərrikli avtomobillərdə şamlar yanma prosesinin əsas hissəsidir. Əgər şamlar köhnəlibsə və ya düzgün işləmirsə, yanacaq tam yanmır. Bu isə mühərrikin gücünü azaldır və avtomobil gec sürətlənir. Katalizatorun tutulması. Bəzi hallarda problem mühərrikdən yox, səsboğucu sistemindən olur. Əgər katalizator tutulubsa, qazlar rahat çıxmır və mühərrik boğulur. Bu isə sürətlənmənin zəifləməsinə səbəb olur. Sürətlər qutusunda problem. Avtomat və ya mexaniki sürətlər qutusunda problem olduqda avtomobil gec sürətlənə bilər. Məsələn, sürüşən mufta, gec dəyişən sürətlər, köhnə transmissiya yağı. Sensor problemləri. Müasir avtomobillərdə mühərriki idarə edən çoxlu sensor var. MAF sensoru, oksigen sensoru və digər sensorlar səhv məlumat göndərildikdə mühərrik düzgün işləməyə bilər. Bu isə güc itkisinə səbəb olur. Əyləcin sıxılı qalması və ya təkər problemi. Bəzən problem mühərrikdə yox, təkərlərdə və ya əyləc sistemində olur. Əgər əyləc kaliperi sıxılıbsa və ya təkər rulmanında problem varsa, avtomobil ağır hərəkət edir və sürətlənmə zəifləyir. Son olaraq nəticə. Gördüyünüz kimi avtomobilin gec sürətlənməsinin səbəbi bir deyil. Bu problemlərdən hər hansı biri maşının gücünü azalda bilər. Əgər sizdə də belə problem olubsa, şərhlərdə yazmağı unutmayın. Avtomobillər haqqında daha çox maraqlı videolar üçün Nicat Xayç kanalına abunə olmağı unutmayın.